Xoş gördük hər kəsi, əziz YouTube izləyicilərimiz. İndi isə bağlayıcı haqqında danışırıq. Bağlayıcı mövzusuna xüsusi məsələlərə toxunacaq. Axıra kimi izləyin, bəyənin, paylaşın. Nə bilim, dəstək olur. Məsələn, dəstək olur, tipi aldıq filan, nə bilim nə. Reklam. Deməli, qoşmada danışdıq bəzi şeyləri. Qoşmanın videosuna da baxın. İndi bağlayıcıdan danışırıq. Əslində kanalda var, bayaq dedik, bayaqki videoda dedik. Kanalda var, amma biraz da burada daha geniş izah verəcəyik ki, neyniyək? Anlayaq, başa düşək. Bağlayıcı nədir? Bağlayıcının işi gücü bağlayıcı bağlamaqdır. Amma nəyi bağlayır? Nəyi bağlayır? Biz gündəlik nitqimizdə mütləq bağlayıcılardan istifadə edirik ki, neyniyək? Nitkimizin hissələrini, bax, nitq hissələrini demirəm, nitqin hissələrini bir-birinə bağlaya bilək. Bu fərqli anlayışdır. Nitq hissələri bildiyimiz isim sifət sayıdır. Amma nitqin hissələri isə bizim danışıqlarımızdır. Bu nitqin hissələri də söz ola bilər, cümlə ola bilər, nə bilim, mətin ola bilər, abzas ola bilər, söz birləşməsi ola bilər. Nədirsə olsun. Yəni, bağlayıcı, işi gücü bunları nə eləməkdir? Bir-birinə bağlamaq, əlaqələndirməkdir. Bağlayıcıda iki mənövü var. Biri tabesizlik bağlayıcılarıdır. Bunların funksiyaları daha çoxdur. Tabesiz bağlayıcılar bağlaya bilər sözləri, yəni, belə yazılır, həmcinsləri, həmcins. Bax, həmcins üzüv yazmıram. Çünki həmcins üzüv olmaya da bilər onun bağladığı. Bir tərkibin içində də ola bilər. Sonra, deməli, tabesiz mürəkkəb cümləni, tabeli mürəkkəb cümləni, mətinləri, abzasları və s. və ilə axır. Bunların funksiyası çoxdur. Yadda qalar. İkinci isə tabelik bağlayıcıları. Tabelik bağlayıcıları isə yalnız və yalnız bağlayar nəyi? Tabeli mürəkkəb cümləni. Deməli, buradan könül nəticə çıxardır ki, əgər bir cümlədə tabelik bağlayıcısı varsa, o necə cümlədir? Tabeli mürəkkəb cümlədir. Yadda qala, yenə deyirəm, əgər bir cümlədə tabelik bağlayıcısı varsa, daşqın, o necə cümlədir? Tabeli mürəkkəb cümlədir. Elə bir sizin yerinizə mən yemək yemişəm, Vallahi yedim burada. Davam edir, hələ yemirəm belə. Globus kimi də qarnımız. Deməli. Hələ qarım da çıxıb, bir də görsən YouTube'da kimsə yazır. Müəllimə, çox oxşuyur, amma müəlliməyə. Ona da o şeylərə cavab yazır, o rəylərə cavab yazır. Mən ya, qəşən bir şeydir. Nəsə gedir o. Deməli, tabeli tabesiz. Başlayaq bunların məna növlərində. Böyle, birinci nədən başlayırıq? Tabesiz bağlayıcılardan. Sizə ant verəm Həzrət Abbas'a. Məna növlərini yazın bura. Ki, tabesiz bağlayıcılar hansılar, tabeli bağlayıcılar hansıları yazın bura. Etir. Oy. Deməli, məna növlərini yazmaqda fikrim yoxdur, amma xüsusi məsələləri sizə deyim. Hansı ki, bağlayıcılarda ən çox qarşımıza çıxan testlər filanlar, məsələlər. Bunları da saxlayın. Deməli, bizim birləşdirmə iki dənə bağlayıcımız var. Və ilə. Və ilə, bax. Və ilə. Bu, yadda saxlayın. Bunlar sinonim olsalar da, vənin işlənmə funksiyası daha çoxdur. Bəli. Vənin işlənmə funksiyası daha çoxdur. Məsələn, deyə bilərsiniz ki, müəllim, yazmışsınız ki, tabesiz bağlayıcılar bunu bağlayır. Bağlayır da. Amma bu, o deməkdir, bu ucdan tutma istənilən tabesiz bağlayıcısına aiddir. Belə bir şey yoxdur. Ən yaxşı tətbiqi məsələdir. Tətbiq ediləm, görürəm ki, alınmır. Məsələn, belə bir şey var. Və bağlayıcısı iləni istənilən halda əvəz edə bilər. Söhbət ilə bağlayıcısından gedir, qoşmasından getmir. Yenə deyirəm, və bağlayıcısı istənilən halda ilə bağlayıcısını əvəz edə bilər. Amma bəzən ilə vəni əvəz edə bilməz. Nə zaman olur? Baxın bura, birinci vəziyyət. Həmcins xəbər. Həmcins, daha doğrusu belə yazıram. Feili xəbər. İsmi xəbərdə əvəz edə bilər. Feili xəbərdə əvəz edə bilməz. Məsələn, o oxuyur və yazır. Yerinə ilə qoyun görün. Alınır. Alınmır ki. Fikirləşir. Çəkir o. Basmışdım. Qoy bax. Çək. Burada əvəz edə bilmərik. İkinci vəziyyət. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlədə. Deyirsən ki, Akif gəldi və biz getdik. Əvəz edə bilirik.
əvəz edə bilmirik. Deməli, ilə bağlayıcı nəyi bağlaya bilməz? Həmcins feili xəbəri, sonra tabesi mürəkkəb cümləni, bir də həmcins təyinləri bağlaya bilməz. Məsələn, dəcəl və qara şəlalə. Əvəz eləmək olur, dəcəl ilə qara şəlalə olmur, tamam başqa məna ortaya çıxır. Dəcəl və qara şəlalə. Yəni, hansı şəlalə? Qara şəlalə. Hansı şəlalə? Dəcəl şəlalə. Və bilmirdin, əbədiləşəcək burada. Sonra, bu belə, və ilə bağlayıcısı. Davam edirik. Digər bir məsələ, bayaq anonsunu vermişdim qoşmada. İlənin qoşma və bağlayıcı kimi işlənməz. İlə qoşma kimi işlənəndə yadda saxlayın ki, adətən bu sual ortaya çıxır. Yenə deyirəm, kim ilə, nə ilə? Nə ilə? Baxın, məsələn, bunun bəsit bir yolu var. Abituriyentə belə öyrədirlər ki, hə, yerinə və bağlayıcı qoydun, deməli bağlayıcıdır. Bu belə deyil. Yerinə və qoydum, mən ancaq vəni tətbiq eləyim. Belə deyil. Burada konkret məsələlər var, həmcinslik məsələləri var, xəbərin uzlaşması məsələsi var. Ona görə də biraz bunu diqqət eləmək lazımdır. Nəyə? Bir, məsələn, abituriyentə bunu deyirik də. Deyirik ki, mən atamla getdim. Hə, ay bala, götür bura, vəni qoy, abituriyentə qoya bilmir ki, mən atam və getdim, alınmır, o yes bu qoşma. Yazıram bura. Atamla mən getdim. Abituriyent götürülür, burada vəni qoyur. Baxın, atam və mən getdim. Deyir ki, müəllim, bu bağlayıcıdır. Bağlayıcı deyil. Xəbər burada təkdədir. Bir nəfər gedib. Bu da kimdir? Mənəm. Bu tamamlıqdır. Əgər 2 nəfər gedibsə, xəbər cəmdə olmalıydı. Yəni, bu cümlə, bəli, bu cümlə bağlayıcı olanda belə olmalıydı. Atamla mən getdik. Hə, indi deyə bilərsən ki, müəllim, burada bir bilgi iş var. 2 nəfər gedib, atam və mən. Birinci yazılımızda qoşmadır. Hə, bunlar qoşmadır. Yəni, bunlarla bizim işimiz yoxdur. Bu cümlədəki qoşmadır. Amma bu nədir? Bağlayıcıdır. Ola bilər ki, məsələn, həmcins mübtəda anlayışında deyək, heyvan və ya quşsa, onun xəbəri təkdə ola bilər. Və yaxud cansız əşyalarda çox ola bilər. Məsələn, deyirəm ki, fikir verin. Baxın bura. Araba ilə, bax, araba ilə cehizlər aparıldı. Mən düşünə bilərəm ki, cehizlər araba ilə aparılıb. Mən düşünə bilərəm ki, araba və cehizlər aparılıb. Deməli, anladıq? Yəni, burada mən həm bunu, bax, həmcins mübtəda düşünə bilərəm. Həmcins mübtəda düşündüyüm anda bu nə olur? Bağlayıcı olur. Yox, cehizlər nə ilə aparılıb? Axı, indi bu zaman qoşmanı buna qatacağım. Niyə? Qoşmağa qoşulduğun sözlərin bir yerdən olur? Cümlə özü olur. Hə, indi bu nə oldu artıq? Qoşmada, yəni. Düşündür? Yəni, 2 cür alına bilər. Yenə deyirəm, cehizlər araba ilə aparılıbsa, araba vasitəsilə, baya bir gəlik. Oldu nə? Qoşma, yox. Həm cehizlər aparılıb, həm araba aparılıbsa. Bu nədir? Ay, Leyfa, bu nədir? Leyfa, bu nədir? Bağlayıcı. Ney? Sonra davam eləyək. Nəyi? Bəncə bacararsan. Kofezat. Nəsə. Davam edək. Sonra bağlayıcıda sizə nəyi deyəcəkdim? Bağlayıcı deməli. Yox, var orada maraqlı məsələlər. Var. Bu deməli tabesiz bağlayıcılarında biraz nəyə diqqət eləmək lazımdır? Tabesiz bağlayıcıların işləmə məqamları. Baxın. Məsələn, tabesiz bağlayıcılarımız bizim bunlardır. Amma, düzdürmü? Ancaq, lakin, fəqət, bir də bu isə. Hələ halbuki də var, ona bizim işimiz yox. İsə. Bu isədən ehtiyatlı olun. Deyəcəm niyə? Səbil olun. Baxın, bu bağlayıcılar çox funksional bağlayıcılardır. Yəni, tabesiz bağlayıcılar arasında elə bağlayıcılar ki, bunlar tabiri mürəkkəb cümlənin tərkləri arasında işlənə bilir.
Məsələn, baxın, birinci nümunəyə diqqət edin. Deyirəm ki, Sənan danışır, biraz belə yazaq bunu, bircə dəqiqə. Buradan yazım da. Sənan danışır, birinci cümlə. Sənan danışır, amma yazmır. Bu necə cümlədir? Sadə cümlədir. Niyə? Çünki eyni Sənan edir. Deməli, burada amma nəyi bağlayır? Həmcins, həmcins üzvləri. Çünki eyni mübtədaya dişdir. Gələm ikinci cümlə yazıram ki, Sənan danışır, amma Daşqın yazır. Bu nədir? Necə mürəkkəb? Əla, tabesiz. Neynəmi necə? Tabesiz. Niyə? Çünki hər xəbərin nəyi var? Öz mübtədası var. Oy, üzüm ayağımızın altında salxımları ilə. Öz mübtədası var. Hə, əgər bu iki cümlənin qarşısında hərçənd düzdür, bəli, doğrudur tipli sözlər olsa, bu cümlələr dönür, ikisi də olur nə? Tabeli mürəkkəb cümlə. Testdə sizə düşsə ki, hansı cümlədə qarşılaşdırma bağlayıcısı tabeli mürəkkəb cümlənin tərəflər arasında işlənib, bilin ki, onun qabağında üç sözdən biri olmalıdır. Hərçənd doğrudur, düzdür sözləri. Yadınızda qalar, daha mən orada deyə bilmərəm, tabisi mürəkkəb cümlənin tərəflərini bağlayıb. Axı, o tabisi mürəkkəb cümlə yoxdur. Nə var burada? Yaz ki, tabeli mürəkkəb cümlə var artıq. Mən orada belə bir fikir var ki, tabesiz mürəkkəb cümlə, yalnız tabesiz. Yəni, tabesizlik bağlayıcıları yalnız tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayır. Səhv fikirdir. O bayaq onu yuxarıda qeyd edilir, həm də tabeli mürəkkəb cümlə tərəflərində ola bilər. Bu da bir məsələ. Sonra nə deyəcəkdim? Nəyi soracaqsa deyimi burada? Mən nə deyim axı sizə? Bağlayıcılarda vergül məsələsi. Kimin problemi var vergül məsələsində? Vergül. Məsələn, bir və ilə ilə bağlı vergül olmur. Sadalanan bağlayıcılarda nətər olur? Aydındır. Hə. Bir də da bağlayıcı. İsədən indi danışacağım sizə. İsə bağlayıcısının bir dənə özəlliyi var. Baxın bura. İsə bağlayıcısının özəlliyi var. Normalda qaydıram bura. Normalda qarşılaşdırma bağlayıcılarından əvvəl vergül qoymuşam. Görsünüz. İndi cümləni belə yazıram. Sənan danışır. Daşqın isə, bax bir dənə bura diqqət edin. Daşqın isə yazır. Diqqət edin. Qarşılaşma bağlayıcısı nəyin arasında işləməlidir? Qarşılaşdırdığı tərəflərin arasında. Görürsünüz? Hə? Amma isə harada işlədi? Qarşılaşdırdığı tərəflərdən ikincisinin tərkibində. Baxın. Burada olmalıydı da bu. Bu haradadır? Belə olanda tabesiz olur da. Yox, onunla bizim işimiz yoxdur. Orada hərçənat yenə eyni şey. Sözüm onda deyil. Baxın. Normalda qarşılaşma bağlayıcısı işlənməlidir qarşılaşdırdığı tərəflərin arasında. Amma isə bağlayıcısı işləyənir qarşılaşdığı tərəflərdən ikincisinin arasında. Və ondan nə əvvəl, nə də sonra vergül qoyulmur. Tezdə düşə bilər ki, hansı cümlələ ki, bağlayıcının sinonimini əvəz eləsək, işlənmə yeri dəyişər. Hansı cümlələ ki, bağlayıcının, belə deyək də, sinonimini əvəz eləsək, vergül tələb etməyəcək. Bilin ki, söhbət bu isədən gedir. Bir də bu isənin bitişik yazılma məsələsi var. Məsələn, yazıram bura ki, Sənan yazır, Sənan danışır, mənsə oxuyuram. Biraz diqqətsizlik, burada bağlayıcını görmür. Deyir ki, müəllim, intonasiya ilə bağlanmış cümlədir. Yox, bu buradadır. Nə ilə bağlanıb? Bağlayıcı ilə. Ehtiyatlı olun. Bir daha deyirəm, isə bağlayıcısı. Ola bilər ki, məsələn, bu indi qısa cümlə yazılır. Burada 9 sözdən ibarət bir cümlədir. İsə olardı, məsələn, 7 sözün tərkibində bir balaca gözündən qaçıracaqdın, xoşbəxt olsun bəylə gəlin. Yanacaqdır. Ona görə də maksimum şəkildə ehtiyatlı olmaq lazımdır. Köməkçi nitq kisələrində məna yoxdur deyə, leksik məna yoxdur deyə, sizi ancaq və ancaq nə ilə vura bilərlər? Bəli, bu tipli vəziyyətlərlə. Bu da bağlayıcısı. Da bağlayıcısında dadə. Öyrənmişik ki, bu ədat da ola bilər,
Bu bağlayıcı da ola bilər. Hə, bağlayıcı olana sadalama yaradır. Məsələn, deyirik ki, baxın, Fəridə də yazmaya da bilərsən də. Məsələn, gəlmişdi. Müəllim, özümdən uydururam ki, Fəridə də, Şəlalə də, Nərmin də saya bilirəm, sadalaya bilirəm. Gəlmişdi. Problem yoxdur burada. Bir də bunun ədat kimi işləyən mövqeyi var. Ədat kimi işləniləndə adətən biz belə öyrədirik ki, ya Naxçıvanların dabəsi ilə əvəz edirsən, ya Gəncə Qazax zonasının danası ilə, ya da mərkəzi arazi olasın dənəsi ilə əvəz edirsən, bilirsən ki, bu ədatdır. Məsələn, deyirsən ki, ay bala, oxu da nə? Ədat. Hə, indi bir vəziyyət var ki, dağda orada bizi çaşdırır, sadalama məzmunu formalaşır, amma onun sayəsində yox. Dağda ilə filanla da əvəz edə bilmirsən, bağlacı götürüb yandırırsan. Nə vaxt olur o? Diqqət. Bax bura. Deyirəm ki, məsələn, rəqsanə evə getsə də, belə yazıram da, rəqsanə cümlə belə, yazsa da, biz bəyənmədik. Məsələn, cümlə belə yazırıq. Biz bəyənmədik. Deyirsən ki, müəllim, mən bura eləyə bilərəm. Yazsa da, oxusa da, oynasa da, sadalaya bilirəm. Dava ilə də əvəz eləyə bilmirəm. Deməli, bağlayıcıdır. Qətiyyən, qulağınıza sırğı eləyin. Feilin şərt şəkli plus da, hissəci plus da, dadır. Heç bir halı bağlayıcı deyil. Write'ınız, yəni yazınız. Sağ plus da plus belə, o heç. Yəni, sağdan sonra gələn da ədatdır, bağlayıcı deyil. Ay Allah. Aman da məni görməsinlər. Daha bağlayıcı, necə bir? Sağ bağlayıcı bir çiğ yazıla bilirdi, bayaq demədin. Mən səhv. İsa da bayaq çiğ yazıla bilirdi. Necə qarışır ha bala? Feylə necə qoşdun İsa istədin? Ki, İsa bağlayıcısın. Belə. Nə qaldı bağlayıcı oradan? Bilmirəm, nəsə qalıbsa onda yəqin dərslər neçə dəqiqədir orada? 17 dəqiqə. Çalışdım ki, müəyyən məsələləri deyim. İnşallah ki, faydalı olar. Əgər faydalıdırsa bəyənin, bizə də motivasiya olsun. Videolarımızı çəkək. Dediyim kimi, artıq GP almışıq, qalıb New York'un mərkəzinə 2 otaqlı ev. Onu tezinə alarıq. Özünüzü qoruyun, növbəti videolarda görüşərik, hələlik.